deyəsən düz elədim. Yox, əşi, düz elədim. Gətirməyəydin saatı. Özü gətirib uşaqlara niyə göstərirdin ki, mən də sənə belə eləyərdim. Cırtdan, uşaqlara da maraqlı gəlib də. Görüblər ki, təzə saatdır, maraqlı gəlib, yığışıblar da başına. Nə var ki? Yox, cırtdan. Özvə gəl, elə deyil. Nə bilim, nə çiçək bacı gəlsə, mən nə deyəcəm, neyəcəm? Necə eləyim mən axı iş? Bilmirəm axı. Salam Cırtdan, necəsən? Salam, necəsən? Nə yaxşı tez gəlmirsən? Yaxşıyam. Uşaqlarla salamlaşmısan? Yox, salamlaşmamışam. Salam uşaqlar, necəsiz? Salam uşaqlar. Salamlaşaq da uşaqlarla. Salam uşaqlar, necəsiz? Xoş gördük sizi. Yaxşıdırlar, hə. Çoxdan gəlib Cırtdan? Hə, deyirlər çoxdan gəlib. Danışıb, bəs niyə salamlaşmamısan uşaqlarla? Sən necəsən? Hardan gəlirsən? Hardan gəldin? Nə olub? Nə yaxşısan sən? Mən yaxşıyam, sənə nə olub? Yaxşıyam mən də, yaxşıyam. Heç nə olmayıb. Nə olmalıdır ki? Heç nə. Nəsə olub ki? Mən bir şey demədim axı. Yaxşıyam, narahat olma. Uşaqlarla hələ yaxşı salamlaşmadın ki. Mən salamlaşdım, sən salamlaşa bilmədin. Hər şey təcədə ona müsabiqəmizə uşaqlar müsabiqə vaxtıdır, gedirik. Ay Cırtdan, indi gəlmişik. Nə müsabiqə bir danışaq uşaqlarla necədirlər, nətərdirlər? Hə, uşaqlar, necəsiz? Hə. Yaxşıdırlar. Cırtdan nəsə olub? Yo, heç olmayıb. Kimdədir? Nədir? Mən eləmişəm. Kim dedi ki? Kim dedi ki, sən nəsə eləmirsən? Nəsə eləmirsən doğrudan? Yo, qəti heç eləməmişəm. Mən orada tək idim axı. Kimsə görüb ki, mən nəsə eləmişəm. Harda tək idin? Kim? Mən dedim. Sən dedin. Yox, mən sinifdə tək olarlar, çiçək bacı səndəki. Yo, uşaqlarla idi. Sinifdə idin, tək. Aha. Başqa nə? Cırtdan. Bir də qəşəng de görüm nəsə olub, nəsə var burada. Mən nəsə şübhələnirəm. Yox, yaxşıdır. Heç olmayıbdı. Sinifdə necə tək olarlar? Heç heç eləməmişəm. Kimsə nəsə deyib sənə? Yox. Amma nəsə belə özündən nəsə deyirsən artıq. Sənin əlamətlərini nəsə hiss eləyirəm. Görək nə olub. Uşaqlar, siz də şübhələnirsiniz? Cırtdan bir yaxşı de görüm. Nə var, nə yox. Bir aydınlaşdır görüm. Cırtdan. Mən onu necə eləyərdim? Belə burada saxlayardım. Ay Cırtdan. Eləyərdim görəsən. Cırtdan, sən nə? Gedək tapmacaya. Gedək tapmacaya. Gedək, müsabiqəyə gedək. Özünə gəl. Gedək, müsabiqə yox, tapmaca. Uşaqlar. Yadımdan çıxdı tapmaca. Tapmacanın cavabını aşağıdakı nömrəyə yazın, mütləq. Yazın, diqqətlə qulaq asın. Cırtdan, gedək biz. Gedək tapmacaya. Gedək uşaqlar. Nə bilim valla. Görəsən mən onu necə eləyim? Hara qoyum mən onu görəsən? Uşaqlar, bugün sizə çox maraqlı tapmaca hazırlamışam. Tapmaca belədir, gündüz pozular, gecə düzülər. Görəsən cavab nədir? Uşaqlar, çox maraqlıdır. Cavabı görəsən kim tez yazıb göndərəcək Cırtdandan hədiyyə qazanacaq? Tez yazın aşağıdakı nömrələrə, göndərin. Hoppa.
dənizdir. Sevgilimiz dənizli dənizdir. Əs küləyim, coş dənizim, qanad açır gəmimiz, gəmimiz, gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz, bu dəniz, bu dəniz. Əs küləyim, coş dənizim, qanad açır gəmimiz, gəmimiz, gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz, bu dəniz, bu dəniz. Dostlar bizə göy dəniz əzizdir, göy dəniz əzizdir. Sevgilimiz dənizli dənizdir. Dostlar bizə göy dəniz əzizdir, göy dəniz əzizdir. Sevgilimiz dənizli dənizdir. Sevgilimiz dənizli dənizdir. Hə, uşaqlar, deyirəm, məktəbdə vəziyyət necədir? Yaxşıdır. ay, ay. Dostlarınızla necədir? Fikirləşim görəsən, Hə, mən necə cırtdan. eləyə bilərəm? Deyirəm, hə, Mən cırtdandan necə soruşaq. eləyim? Yaxşı. Onu gərək ora Ay, qoymazsın, cırtdan. düz deyirsən, hə, cırtdan. Uşaqlar Onu deyir gərək- ki, Hə. uşaqlar deyir ki, cırtdanın məktəbi necədir? Maraqlıdır, necə keçir? Çiçək bacı nə olub? Elə ancaq məktəbdən sual versən səni. Nəsə olub, nə İndi verdim seçmisən? də, istəyirəm elə belə soruşuram, maraqlıdır. De görüm necə olum, nətərdir? Yo. Danışmaq istəmirsən məktəbindən? Yo. Niyə məndən soruşursan ki? Nə etmişəm ki mən? Mən nə etmişəm ki? Mən heç nə eləməmişəm. Elə Yaxşı. ancaq bu haqda soruşursan, ha? Çiçək bacı nə olubdu sənə? Nəsə eşitmisən Çiçək bacı? Ay cırtdan, mən heç nə eşitməmişəm. Elə belə soruşdum da, dedim ki, görəsən necədir vəziyyət? Sən görürəm, Hə? mənə danışmaqla aran yoxdur, istəyirəm bir söhbət edeyim səninlə, uşaqlar da səninlə danışmaq istəyir. Özü bir Yo. dəfə soruşdum məktəb barəsindən. Niyə görə deyirsən ki elə? Heç nə, yaxşıdır da məktəbdir də, gedir də öz üçün. Dərslərimə qulaq asıram, dərslərimi Aha. yaxşı oxuyuram, müəllimlərimə qulaq asıram. Qulaq asırsan, nə yaxşı. Dostlarımla da yola gedirəm, amma bir nəfər var, onunla yola getmirəm. Yo, Necə? yola gedirəm. Hamısına yola gedirəm. Cırtdan, niyə danışmaq istəmirsən mənlə? De görüm. Nəsə dedim, orada bir söz eşitdim. Hə. Yəni dostlarınla yola gedirsən dedim bir nəfərlə. Nə olub? Bir nəsə problem olub? Yo, heç nə. Heç bir dənə saatdır da nə olacaq ki ondan? Saatdır? Nə saatı? Hə? Heç nə. Mən Mənim qulağım eşidir ha, Cırtdan. Yaxşısan? Yo, Çiçək bacı. Yo, Çiçək bacı. Heç nə olmuyor, hər şey yaxşıdır. Yaxşıdır. Hə, ümidvaram ki, yaxşıdır. Hə, uşaqlar, biraz danışaq, görək nə olur da, Cırtdan. Çiçək bacı, Hə, qolundakı nədir? Sən o qolundakı nədir elə? bu saatdır da. Bunu deyirsən də yəqin ki. Nə? Saatdır da. Baxım, nədir? Sən də gətirmisən ki, özünü göstərəsən, hə? Aa, Cırtdan, mən həmişə saat istifadə eləməm. Bir özümü itirdim uşaqlar. Hə, gətirmisən ki, sən də o sinif yoldaşım kimi özünü göstərəsən, uşaqların hamısını başına yığasan. Ay Allah, siz Heç necə də nədir? paxılsınız, necə də özünüzü istəyirsiniz ancaq. Uşaqlar, nə olub? Mən saat taxaram da arada, nə olar ki? Cırtdan, nəsə... Nədir? Ya bəlkə deyəsən ki, baxıram ki, müsabiqənin vaxtı çatıb, yoxsa verilişin vaxtıdır, verilişin Hə də. vaxtına nə qədər qalıb? Hə, Bəs sən də mən belə ona deyərsən, hə? Cırtdan, saat hamıya lazım olur da, o nə deməkdir? Xeyr. Bəs mənim niyə saatım yoxdur? Hə, başa düşdüm. Cırtdan, zəngin səsini eşidirsən də yəqin ki. Eşidirəm. Hə, bir eşidirsən, saata gedək də baxdım, daha. onu da denən ki, uşaqlar, saata baxım, saatı da belə ekrana göstər. Uşaqlar görsünlər ki, hə, Çiçəyin bacının saatı var. Hə, yaxşı, uşaqlar. Qırmızı rəngdədir. Müsabiqənin vaxtıdır. Hə. Baxın bir vaxtda, hə. Hə, yaxşı. Getdik müsabiqəyə, getdik. Getdik müsabiqəyə uşaqlar. Baxım bir dənə. Baxım saata. Salam dostum, necəsən?
Yaxşıyam, sağ ol. Sən necəsən Cırtdan? Mən də yaxşıyam dostum. Sənin adın nədir? Zeynəb, Zeynəb, neçə yaşın var? 12. 12. Aha, əsl qəhrəman olmağın vaxtıdır. Oyun oynamaq istəyirsən məndən? Bəli. Əgər oynamaq istəyirsənsə, burada gördüyün xanalardan birini mənə denən, mən o xananı açım və gedək oyunumuza. Lalala. Üçüncü xana. Üçüncü xana açılsın. Getdik. Gəldik oyunumuza. Hə, deməli dostum Zeynəb. Burada 18 dənə xana var. Görürsən, qutu var. Və bu qutuların altında müxtəlif əşyalar var. Sən bizə 6 dənə doğru cavab deməlisən. Yəni hansı əşyanın yeri hansı xanadadır? Onları bizə bildir və qalib ol. Başa düşdün oyunumuzu? Hə. 2 dəfə açılacaq və diqqətlə bax. Getdik. La 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 la. Diqqətlə yadında saxla. Aha. Başladık. Bir də banan. Bir də banan. Aferin. 2 də kaktus. 2 də kaktus. Aferin. 4 də qarpız. 4 də baxaq görək qarpız. Bəli. 3 dənə doğru cavab da versən, qalib olacaqsan. Tez ol, la la la. La 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 la. La la la. 5 də nar. 5 də nar. Aferin. Aha, tez ol, vaxtı az qalıb. 9 da maşın. 9 maşın. Topuymuş. Onda 8 maşın. 8-ə baxaq görək maşındır. Aferin. Tez ol. Bir dənə cavab və 4, 3, 2, 7 elmas. baxaq görək. Telefon. Bax, Telefon. qurtardı. Tamam oldu vaxt və 5 dənə doğru cavab deyə bildin. Gedək görək nə qədər xalın oldu sənin dostum. Getdi. Hə dostum, 50 xal qazandın. Təbrik edirəm səni və ikinci oyunu oynamaq üçün yenidən bir dənə xana seç. Birinci xana. Birinci xana açılsın. Getdi oyuna. Hə dostum. Bu gördüyün sual işarəli qutuların altında bir söz var. Yəni biz bu sözü tapmaq üçün bizə kömək olaraq şəkillər göstərəcəklər və biz də bu şəkillərə uyğun doğru cavabı tapacağıq. Hazırsan? Hə. Getdik. La la la. Diqqətlə şəkillərə bax. Görəsən cavab nə olacaq? La 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 la. Nə ola bilər bu? Yəni bunlar harda yerləşdirilir? Harda bitirlər? Böyüyürlər, Meşə. yetişirlər. Xeyr, 2 dənə cavabdır. 2 dənə sözdür.
nə deyirik biz? Harda yetişdiririk biz məsələn pomidoru, gülü? Bax. Bax, o birisi nədir? Bax. Bax. Baxaq görək cavaba. Bax, bağçadır. Doğrudur. Gedək görək sən nə qədər xal qazandın. Getdik. Hə dostum, təbrik edirəm səni. 110 xal qazandın. Afərin sənə. Və bu da o deməkdir ki, 110 manat dəyərində hədiyyə qazandın. Təbriklər. Qəhrəman Zeynəb. Sağ ol dostum. Çox sağ ol. Sağ ol. Sağ ol, sağ ol. Deyirəm Cırtdan, sənə nə olub belə saata qarşı belə həssas olmusan, nəsə belə Heç nə. hiss elədim nəsə nə olub. Bu gün sənin kimi o da özünü göstərirdi. O da kimi deyirsən? Kimi də heç kim. Heç kim. Yəni deyirəm ki, saatınızı tez-tez reklam eləməyin. Mən Ola elə iş bilər. gördüm. Ola bilər ki, başına nəsə gələ bilər. Yo, niyə gəlsin ki? Məsələn, nə bilim çiçək bacı məsələn itə bilər. Aha, itə bilər. Aha. Bəs sonra Nə bilim deyirəm də açıb bax kənara qoymaya. bunu deyirsən? Çiçək xala bax. Bu elə burada qalır, narahat olma. Yo, birdən itib eləyər ha, yəni ki. Yaxşı Yəni ki, itib tülkü, niyə eləyə bilər, tülkü? yəni çiçək bacı. Diqqətli ola. Aha, Birdən açarsan, deyərsən ki, əlimi yuyum, saata su dəyməsin. Kənara bir kənara qoyum. Sonra görərsən ki, yoxa çıxıb. Sonra kim axtarıb tapar o saatı? Yəni deyirəm çiçək bacı, diqqətli ol. Yaxşı. Yo, mən diqqətli olaram, amma Cırtdan. Belə nəsə belə qəribə danışırsan ha. Yəni mənə nəsə mənə düz deyirsiniz uşaqlar. Mən də başa düşürəm. Deyirəm ki, elə siz də mən başa düşəni düşmüsüz təxmini nə məsələdir. Sən bir o dostun haqqında bir qəşəng danış görüm. Reklam eləməyin, bax çiçək bacı deyirəm sənə. Hə, mən reklam eləmirəm. Nədir, hardan almısan ki, hə? Sənə kim verib o saatı? Mənə dostum verib, bunu hədiyyə verib. Mənə qırmızı rəng verib, hə? Hə. Paltarva uyğun. Görür ki, həmişə qırmızı rəng geyinirəm, xoşuna gəlir. Deyib ki, elə qırmızı paltarva, bir dənə qırmızı rəngdə. Bu gün də paltarva uyğun saat taxmısan. Taxmışam. Yəni özü göstərirsən kameraya ki, saata baxın. Düzdür? Yox, mənim elə bir niyyətim yoxdur. Bayaqdan göstərirsən. Sən bilmirəm niyə ancaq mənim saatımı görürsən. Yəni sən bayaqdan göstərirsən o saatı. Hə? O saatı sən bayaqdan göstərirsən. Uşaqlar, müsabiqəyə bu qədər qalıb. Uşaqlar, zəncə bu qədər qalıb. Olmadı, yazırsan, yenə başlayırsan ağzımı əyməyə. Elə şey olar. Yox, sənin ağzını əymirdim. Kimin ağzını əyirdin? Bir nəfərin. Heç xoşum gəlmir ondan. Özün göstərir ancaq. Özün göstərir, saatın göstərir. Bütün uşaqlar da yığıb başına. Pis. Yaxşı. Cidden o bir nəfər haqqında bir ətraflı məlumat ver. Uşaqların da belə maraqla gözləyirik ki, yəni nə olub görəsən? Yəni cidden belə qəribədir bu gün. Bəli, bilirəm uşaqlar. Başa düşürəm. Yo, yaxşıyam. Heç narahat olma mənə görə. Sən də saatı reklam elə. Cidden. Hə. Ay cidden. Zəngin səsini eşidirsən? Hə, eşidirəm. Zəngin səsini eşidirsən? Hədə zırr zəng eləyir tam. Hədə bu neynəmək lazımdır deyən də. Heç nə gəlib danışmaq lazımdır. Gedin müsabiqəyə uşaqlar. Aşağıdakı nömrələrə müraciət etməyi də yadınızdan çıxmasın. Getdik uşaqlar. Saatına diqqətli ol, çiçək bacı. Saatına diqqətli ol. Mən uca səndən qorxuram. Necəsən? Necəsən? Yaxşıyam, çox sağ ol. Adın nədir? Xədicə. Neçə yaşın var? 12. Hə, mən də yaxşıyam. Mənim də adım Cırtdandır. Oyuna hazırsan? Bəli. Onda yuxarıda gördüyün xanalardan birini seç və başlayaq. Yaxşı. Hansını? Görək adını denən mənə, mən açım buradan.
Rəqəmin 3, 3. üçüncü xana açılsın. Getdik. Aha. La 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 la. Hə, Xədicə dostum, bu gördüyün xanaların altında müxtəlif əşyalar var və sən bizə 6 dənə doğru cavab deməlisən. Yəni hansı xananın içində nə əşyası var? Adını bildirməlisən. Vaxtın gedəcək, vaxtı da diqqət elə və doğru cavabları da tez-tez mənə denən. Başa düşdün oyunumuzu? 6. Yox, deyirəm ki, bax xanalar açılır. Xanalara diqqətlə bax və sonra onların içində nə varsa 6 dənə doğru cavab deməlisən. Yaxşı? İkinci dəfə də açılır bax. Yaxşı. Və tez-tez denən ki, 1-də nədir, məsələn 2-də nədir, 15-də nədir, məsələn. Hamısını bir-bir denən. Başladı. 16'da banan. 16-da banan. Aferin. 10'da üzüm. 10'da üzüm. Aferin. 4'te kitap. 4'te kitap. Əhsən. 15'te portakal. 15 portakal. Tez ol. 2 dənə qaldı. Gül. Neçə? 18'de gül. 18. Gül. 18. Kaktus doğrudur. Sonra? Bir de kurbağa. Bir də qurbağa. Baxa. Dinozavrdır. Qəbul, yaxşı qəbul oldu. Aferin. Neçə cavabımız oldu? 2, 4, 5, 6. Aferin sənə. Doğru cavab verdi. Təbrik edirik səni. Və keçək görək nə qədər xalımız oldu bizim. Hə? Təbriklər, getdi. Hə, Xədicə, 60 xal qazandın. Təbrik eləyirəm. İkinci də oyunu oynayaq. Bir dənə xal seç. Xana. Yaxşı. 5. 5-ci xana açılsın. Getdik. Hə dostum. Yenidən oyunumuza xoş gəldin. Və bu lövhədə göründüyü kimi sənə riyaziyyata aid suallar veriləcək və sən də vaxt bitməmiş tez-tez onları cavab verəcəksən mənə. Yaxşı? Yaxşı. Başladık. 3 üstəgəl 6 üstəgəl 9. 18. 18. 7 üstəgəl 7 çıx 2. 12. 12. 8 çıx 7 üstəgəl 1. 2. 2. 9 üstəgəl 9 çıx 7. 12. 12. 11 idi cavab. 2 üstəgəl 2 üstəgəl 5. 9. 9. 9 çıx 8 üstəgəl 8. 9. 9. 5 üstəgəl 3 üstəgəl 1. 9. 9. Aferin sənə. Doğru cavab verdin. Təbrik eləyirəm. Gedək görək nə qədər xal qazandın. Getdi. Hə dostum, 120 xal qazandın. Təbrik eləyirəm səni. Çox sağ ol ki, bizim oyunda iştirak elədin. Və 120 xal da o deməkdir ki, 120 manat dəyərində hədiyyə qazandın. Təbriklər. Sağ. Sağ ol dostum.
Tamam. Hə, cırtdan. Hə. Mənə bax. Bir də mənə bax. Gör Yaxşı. nə deyirəm? Sən bir dənə nə var nə yoxun hamısı mənə danış. Çünki Heç artıq nə uşaqlarımız da maraqlıdır. Yəni gözləyirlər səni. Ahun dağlara. Çiçək bacı deməli. Gör indi mən haqlıyam yoxsa yox? Yaxşı. Yox, heç eləməmişəm. Sadəcə olaraq elə belə deyirəm ki, gör indi nə baş verib bizim məktəbdə. Deməli, Yaxşı, mənim sinif yoldaşlarımdan biri neyləsə yaxşıdır. Neynəsə yaxşı. İndi onun təsadüfən indi doğum günü olub da. Hamı yığışıb gedib onun doğum gününü təbrik eləyib. İndi hərə biraz hədiyyə alıb aparıb veribdi. İndi bunun atası da onun ən sevdiyi saatı alıb. Ən sevdiyi. İndi bu da özünü göstərmək üçün neynəsə yaxşıdır. Neynəsə yaxşı. Neynəsə yaxşıdır. Neynəsə yaxşı. Neynəsə yaxşıdır. Dedə. Yaxşı deyim. O da sənin kimi saatını taxıb qoluna gətirib məktəbə. Mənim kimi. Hə, yaxşı. Sonra nə oldu? Yaxşı. Ay cırtdan, nə oldu? Keç danış adam kimi başa düşək bizdə. Hə. Deməli çiçək bacı. Bütün uşaqların hamısı yığıldı onun başına. Axı burada nə var ki, sən saatı gətirib niyə göstərirsən axı məktəbdə? Deməyiblər ki, oyuncaq gətirmək qadağandır. Oyuncaq deyil Bu ki, niyə saatdır gətirir da. ki oyuncağını? Oyuncaqdır da, çiçək bacı. Ya saat, ya oyuncaq. Hələ bir dərsin ortasında neynəsə yaxşıdır. Saatına baxır, qolunu hara qədər, köynəyini hara qədər çəkir. Hələ bir göstərir. Müəllimə, saat 5 dəqiqə qalıb zəngə. Ay Allah, yenə başladı bu. 3 dəqiqə qalıb zəngə. Nəyə lazımdır zəngə nə qədər qalıb? Oxuyan uşaq bəyəm. Zəng gözləyir çiçək bacı. Hə? Hələ bir özün göstərir. Uşaqlar. Zəngə 1 dəqiqə qalıb. Cırtdan yaxşı iş deyil, bəsdir. Pis. Mən də ona görə yox, heç eləməmişəm. Sadəcə olaraq hamısı uşaqların hamısı yığıldılar başına. Dedilər nə qəşəng saatı var bunun. Nə qəşəngdir. Bütün dostlarımın hamısı yığıldı onun başına. Nə olar Heç ki? nə. Biz də oturduq, baxdıq da saatına. Bütün uşaqlar Yaxşı, saatına. burada indi nə var ki? Hə, sən narahat oldun ki, Niyə gətirib? Niyə gətirməlidir? saatdır da cırtdan gətirə bilər də. Burada nə var ki? Cırtdan icazə vermir. Cırtdan icazə vermir. Bəli. Cırtdan zəng gəlir. zəng Müsabiqəmizə gedək. Amma Nə əcəb sən də saatını göstərmədin ki? Uşaqlar, müsabiqəyə. çox istəyirsənsə göstərim. Uşaqlar, Göstərir. müsabiqənin vaxtıdır. Gedək müsabiqəyə. Zəng də gəlir. Gedək. Getdi uşaqlar, getdi. Görüm cırtdan çox istəklidir. Getdi. Getdi. La 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 la. Salam dostum, necəsən? Necəsən? Yaxşıyam səni. Mən də yaxşıyam. Yaxşıyam səni. Mən də əlayam. Sizin kimi yeni dostlar qazanıram. Dostum adın nədir? Nədir? Rəsuldur. Neçə yaşın var Sənin Rəsul? adın nədir? 8. 8. Sən məni tanımırsan. Mən ki qəhrəman cırtdanam. Oyun oynamaq istəyirsən məndən? Bəli. Onda gedək oyunumuza. La la la. Deməli Rəsul, dostum, burada gördüyün xanalardan birini seçib rəqəmin adını mənə deyəcəksən. Mən də həmin xananı açacağam. Hansı oyun çıxsa gedib bərabər oynayacağıq. Başa düşdün? Bəli. Onda Başa xanalardan birini seç. 1, 2, 3, 4, 5, 6. Hansını istəyirsən? 5. 5. Getdi. Hə, dostum. Rəsul. Deməli, bu oyunumuzun qaydası bu cür olacaq ki, burada gördüyün qulaqcıqdan səs gələcək və sən o səsin nə olduğunu mənə deyəcəksən. Bu qutadan da o cavab çıxacaq. Hazırsan? Hazırım.
Başladı. Nə səs eşidirsən? Diqqətlə qulaq as. Hı? Bir də qulaq Notlar. as. Nə? Notlar. Notlar yəni hansı alətdir? Pianino. Pianino, baxaq görək. Aferin! Qulaqları yaxşı eşidən dostum, təbrik edirəm səni. Getdi o bir oyunumuza. Getdi! Hə dostum, 60 xal qazandın, səni təbrik edirəm. İkinci oyunu oynamaq üçün zəhmət olmasa ikinci xananı seç. Bu dəfə 6 olsun. 6. Getdi. Hə dostum, bir daha oyunumuza xoş gəldin. Bu gördüyün lövhədə sənə bəzi suallar veriləcək və sən doğru olan cavablara bəli, səhv olan cavablara isə xeyr deyəcəksən. Vaxt getdi və oyunumuza başlayırıq. Bakı Azərbaycanın ən böyük şəhəridir. Xeyr. Xeyr. Çətin bəli. Bəli. Azərbaycan Xalça Muzeyi Bakıda yerləşir. Bəli. Bəli. Azərbaycan xalça sənəti ilə məşhurdur. Bəli. Bəli. Şəki Azərbaycanda bir şəhərdir. Bəli. Bəli. Şam ağacı meyvə verir. Xeyr. Xeyr. Şirvanşahlar Sarayı Bakıda yerləşir. Xeyr. Şirvanşahlar Sarayı Bakıda yerləşir. Bəli. Bəli. Aferin sənə. Doğru cavab verdin və qalib oldun. Getdik xalımıza baxmağa. Hə dostum, 120 xal qazandın, səni təbrik edirəm. Və bu da o deməkdir ki, 120 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol. Sağ ol. Sağ olun. Hə, Cırtdan. Hə. Deyirəm ki, sən bunu danışdın, mənim üçün bir bir əhvalat yadıma düşdü. Belə deyək də, yadıma gəldi, mən demişdim, mən də sizin kimi balaca olmuşdum da. Yəni balaca olanda, məktəbə gedəndə. Sən də məktəbə getmisən, Məktəbə dərs getmişdim. oxumusan. Deməli, bir gün məktəbə gedən günlərimdən birində sinif yoldaşım bir dənə qəşəng qələm gətirmişdi. Çox gözəl idi həqiqətən də. Hamı başına yığışmışdı. Hamımızın xoşumuz gəlirdi. Yəni dedi ki, ay Allah, nə gözəldir. Belə hamı baxırdı. Belə yanında bir dənə qız otururdu. O da belə nəsə baxırdı ona. Belə elə bilirəm ki, o başına toplaşırdı. Elə biz narahat olmuşdu. Nəysə, bunu dedim ki, biləsən də yadında qalsın. Hə, bunu anası hədiyyə vermişdi. Hələ deyir ki, məsələn, hə, bu yaxşı dərs oxumuşdum deyə anam mənə bu gözəl qələmi hədiyyə elədi. Hə, amma bir neçə saatdan sonra ki, bir-iki dərs keçdi, gördü qələm yoxdur. Nə? Hə, qələm yoxdur. Elə ki, axtardıq. Hamımız qız çox narahat olmuşdu. Axı o mənə anam vermişdi. Baxmayın da, ana verən əziz olur axı. Deməli bu da gördü ki, tapa bilmir, çox narahat oldu. Elə narahat da getdi evə. Çox narahat olmuşdu. Hə, çox narahat olmuşdu. Hə, çox. Çox.
Bəli, o axı Ay, sənin də ay, ay, məsələn ay. anan verən hədiyyə necə olarsan? Hə, axır bu getdi evə gəldi. Səhəri gün onu bilsən hardan tapdıq? Hardan? Partanın altından. Hardan? Partanın altından tapdıq. Doğrudan? Bəli. Aa! Necə də ağlına gəlib ki, onu partanın altına qoymaq lazımdır. Bəs bu bütün gün axtarıb tapmayıb ki, partanın altındadır? Yox, belə deyək də, o öz axı ora qoymamışdı. Əslində baxdıq ha, hər yerə baxdıq. O günə nə qədər yerə, hətta paltar altına da baxmışdıq. Amma nədənsə o günü görmədik, tapa bilmədik. Amma səhər gün gəldi, gördü ki, partanın altındadır. Sən mənə kinayəli deyirsən. Bəyəm mən orada olmuşam, bəyəm mən bəlkə gizlətmişəm partanın altına qoymuşam. Bəlkə mənim xoşum gəlib o qələmdən. Yox, Mən olmamışam cırtdan. ki orada. Mən bir şey demirəm, mən sənə bir söz demirəm. Amma yəni deyirəm ki, biləsən də, yəni bir əhvalatdır da danışam, elə deyir uşaqlar. Hə, bu qız ki gördü necə deyirlər? Özü dedi ki, Çiçək bacı, qızın özü dedi ki, mən gizlətmişəm onu. Kimdədir? O gizlədən qız var idi, gizlədən sinif Mən yoldaşı. dedim, elə bir söz dedim mən. Yox, Mən dedim ki, qız gizlədi bunu. Mən elə bir şey dedim uşaqlar. Mənə yadıma gəlmir ha. Nəysə. Hə, sonradan bilsən nə oldu? Axı yanındakı qız da onun dostu idi. Yəni çox istəyirdi onu da. Aha. Sonradan başa düşdü ki, o qızın o qələmdən xoşu gəlir. Aha. Bilirsən nə elədi? Qəşəng bir iş gördü. O hədiyyəni həmin o yanındakı dostuna verdi. Hə, o da çox sevindi. Amma sonradan da elə bilirəm o da səhvini başa düşdü. Yəni cırtdan. Mən danışdım da bir məsələ idi, bir söz idi, bir söhbət Çiçək idi. bacı. Ay Çiçək bacı. Hə, Sizin məktəbdə olan hadisədən bizim məktəbdə də baş verib. baş verib. Verib. Aha, necə olub? Bilirsən, bəlkə o qələmi qələm deyirəm, saatı götürən bəlkə utanır. Bəlkə deyə bilmir. Nə bilim, bəlkə deyə Ola bilmir. bilər. Necə eləsin axı? Bilirsən Çiçək bacı, o saat itdi ya bizdə də. İndi bilmirik ki, onu necə çıxardaq, qoyaq üzə. Aha, bilmirsiniz. Necə çıxartıb qoyasınız? Bilmirəm. Necə eləmək olar? Elə məsələn fikirləşmək olar da necə qoymaq olar? Gör fikirləşək. Yəni məsələn elə eləmək olar ki, dostun onu tapsın da, yəni. Mənim fikrimcə Çiçək bacı, mənim fikrimcə ya, bilmirəm dəqiq. Mənim fikrimcə o da partanın altında ola bilər. Ola bilər. Hə, ola bilər. Çiçək bacı, açığın deyim. De. O saatı mən gizlətmişəm. Ay, rahatladım, ay Allah, Axır dedim, dedi. rahatladım. Çiçək bacı, gəlib özün göstərirdi, o da mənə pis təsir eləyirdi. Başa Bilmədim, düşdüm, bütün dostlarımı cırtdan. əlimdən almışdı. Ona görə mən də onu nə elədim? Gizlətdim. Çiçək bacı, deyirəm ki, bəlkə mən. Yox, sən mənə fikir ver görüm, mən necə gedim onu verim özünə. Deyim ki, mən tapdım. Özünə verməsən də onu rahat bir yerə qoysan tapacaq. Bax belə deyim də cırtdan. Aha, yaxşı. Ola bilər ki, indi bizim başımıza belə bir iş gəlsin ki, o əslində bir söz deyim, hə. Deməli dostumun o hərəkəti düz deyildi. Uşaqlar bunu da qeyd eləyim ki, hey göstərirdi. Ola bilərdi, başqa uşağında olmasın o. Bu məsələ, yəni bunu deyim ki, sənə düzgün deyildi. Mən sən orada haqq verirəm. Amma sənin işin düz deyildi. Niyə? Çünki sən onu götürdün, gizlətdin. Yəni o belə deyək də yaxşı bir iş deyil. O nə qədər narahat olur. Belə deyil cırtdan. Narahat oldu, düz deyirsən. Hə, sən daha bu işi söz ver ki, eləməyəcəksən. Eləməyəcəm. Eləməyəcəksən və bundan sonra ümidvaram ki, səhvi də başa düşdün. Hə, o dostunu da tez tapar. Elə yerə qoyarsan tez tapar. Yaxşı. Başa düşdünmü? Yaxşı. Uşaqlar, mən tapmacamıza uyğun biraz hərəkətlər eləmişəm. Bəli, görürəm ki, sizin də köməyinizə ehtiyac var və deyirəm cavabı sizə. Cavabı yox, kömək eləyirəm sizə. Tapmacamız nə cür idi? Gündüz pozular, gecə düzülər. O adətən göydə olur və gecələr olur. Biz ona baxanda çox xoş oluruq, xoşhal oluruq. Nədir cavab? Tez yazın göndərin. Yuhu! Cırtdan. Çiçək bacı, fikirləşdim ki, elədiyim hərəkət ola bilər səhvdir, amma bilmirəm də necə eləyim, ay Çiçək bacı, bilmirəm necə eləyim. Qulaq as, bilirsən o hərəkətin adı nə idi? Yaxın gəl deyim sənə. Bayaqki hərəkətin adı həsəd və baxıllıq gedir. Nə?
sən Vay 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 vay. Yox, Çiçək bacı. Hə. Mən sən dediklərindən deyiləm. deyilsən. Yox, Aha. yox, yox. Çiçək bacı. Əlbəttə deyilsən. Amma mən neyniyim axı? Mən dostlarımı paylaşa bilmədim də. Getdilər hamısı onlarla oynadılar. Mən neyniyim axı? Paxıllığım tutdu da. Başa düşürəm səni. tutdu. Amma o iş düz deyil də. Yəni sən onda bilsən necə başa düşməlisən ki, bax onda olan səndə də olmağı istəmək yaxşı şeydir. Əslində bir dostları ilə rəqabət yaxşı bir şeydir. Amma bəzən olur ki, səndə olan onda olmaya bilər. Ay Çiçək bacı, Elə elə olan bildim səndə ki. olmaya bilər. Amma bu o demək deyil ki, sən oturub indi onunkin nəysə də daha demirəm. Hə, Çiçək bacı, mən elə bildim ki, mənim bütün dostlarımı əlimdən alacaq. Mən Yox. bilmədim də. Bilmədim ki, dostlarıma biraz baxacaq, sonra çəkiləcək o tərəfə. Hə, yox, cırtdan. Sən elə fikirləşmisən, amma elə deyil. Əslində dostunu da bax gəl belə eləyə cırtdan. Sənin işin düz deyildi, dostunun işi də düz deyildi. Hə. Amma bilsən nə edə bilərsən? Bunu Neyə gedib bilər? dostunla sən danışa bilərsən. Elə deyil uşaqlar. Məndən Qəşəngcə küsməz, get dan- məndən küsməz. Yox, sən onunla səmimi, qəşəng dostcasına danışsan, o səndən küsməz. Deyə bilərsən ki, təkcə özünə. Çək bir qırağa, deyən ki, Aha. mən o saatı gizlətmişdim. Hə də biraz dərs vermək üçün Çiçək bacı belə Hə. yox götürə bilmərəm. Mən nənəm tapşırıb ki, başqalarının əşyalarına toxunmaq olmaz. Olmaz. Amma sənin işində düz deyildi. Aha. Bunu da izah elə dostcasına. Əlbəttə ki, belə pis olmaz ha. Qəşəng. Deyən ki, bax, sən də yaxşı iş görmürsən. Ola bilər indi başqa uşaq da görsün, istəsin, amma ala bilməsin ki, Aha. onu göstərmək lazım deyil. Hə, O səndən inan ki, həmişə yaxşı olacaq. O dostunda həm ürəyinə əl almış olacaqsan, çünki onun sən çox böyük narahatçılığına səbəb olmusan. Hə, o çox narahat olur. Çiçək bacı. Bəli. Onda mən ağlıma belə bir şey gəldi. Mən gedirəm onun üçün hədiyyə hazırlamağa və onu da verəcəm. Könlündə alaram da deyərəm ki, məni bağışla. Mən getdim. Sağ olun, mən getdim. Hadi, hara gedirsən? Ay cırtdan, hara gedirsən sən? Hazırlamağa getdim. Deyən, uşaqlar, cırtdan getdi. Uşaqlar, bax tapmacanın cavabını müsabiqədə iştirak etmək üçün aşağıdakı nömrələri unutmayın və aşağıdakı nömrələrə fikirlərinizi də yazın. Cırtdan getdi. Sağ olun uşaqlar, sağ olun.